Sərbəst ağırlıqlar daha yaxşıdır, yoxsa aparatlar? Gəlin, akademik araşdırmalara nəzər salaq. 2023-cü ildə toplamda 1016 kişi və qadın A və B qrupuna bölünərək 6 həftəlik sınaqdan keçirilir. Eyni idmanı A qrupu ancaq aparat ilə, B qrupu isə sərbəst ağırlıqlarla işləyir. 6 həftənin sonunda A və B qrupu arasında əzələ hipertrofiyası baxımından heç bir fərq görülmür. Bundan əlavə olaraq 6 qat Mr. Olimpiya olan Dorian Yates bir müsahibəsində belə söyləmişdir. Maksimal əzələ kütləsi qazanmaq üçün proqramınızda sərbəst ağırlıqlar, squat, bench press, shoulder press, row kimi hərəkətlər işlənməlidir. Lakin unutmayın ki, hər iki avadanlıqlar fərqli faydalar verdiyi üçün əzələ kütləsini maksimum artırmaq istəyən hər kəs hər ikisindən istifadə etməlidir. Sonda belə bir nəticəyə gələ bilərik ki, yəni hər iki vasitə doğrudur. Sadəcə hansını seçəcəyin sənin məqsədindən və istəyindən asılıdır. Videoların davamını gəlməsini istəyirsinizsə, videomu bəyənib kanalıma abunə ola bilərsiniz.